Noyabrın ilk günündə 24 dərəcə isti olacaq. Payızda yaz havası. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə havanın bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15, gündüz 19-22 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 19-24 dərəcə isti. Dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.